Hörmətli izləyicilər, mən Onur Rəsulov, Amarkets Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün Amerikadan açıqlanacaq inflyasiya göstəriciləri bazarda olan bütün trendləri dəyişə bilər. Bildiyimiz kimi dollar indeksində uzun müddətdən bəri düşən trend var. O cümlədən S&P 500 indeksində düşən bir trend hakimdir. Əgər bugün açıqlanacaq inflyasiya göstəriciləri proqnoz edilən illik səviyyə 2,9%-dən və o cümlədən fevral ayı üçün 0,3%-dən yuxarı olarsa, bu o deməkdir ki, Amerikada inflyasiya yüksəlir və inflyasiyanın yüksəlməsi isə federal ehtiyatların yaxın zamanda faizi aşağı salacağı ehtimallarını aradan qaldıra bilər və bu da dollar indeksində kəskin şəkildə yuxarı korreksiya ilə nəticələnə bilər. Əgər inflyasiya yüksələrsə, dollar indeksi bir mənada yuxarı yönlü korreksiya edə bilər, S&P 500 indeksinin olan düşüş trendini isə daha da sürətləndirə bilər. Çünki dolların bahalaşması öz növbəsində səhm bazarına negativ təsir edən faktorlar arasındadır. Hörmətli izləyicilər, xəbəri yaxından izləməyinizi tövsiyə edirik və sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.